Çiyələk, alça, gilas, bunlar yazın müjdəcisidir desək yanılmarıq. Uşaqlarınıza bu meyvəni sevdirin, çünki çiyələkdə böyüməkdə olan orqanizm üçün lazım olan çoxlu minerallar və vitaminlər vardır. Çiyələk qaraciyərin və böyrəklərin strukturunu və fəaliyyətini bərpa edir. Qanda səviyyəsi yüksələn ziyanlı xolesterini aşağı salır. Tərkibi C vitamini ilə zəngindir. Qəbizlikdən əziyyət çəkənlər üçün də çiyələk yemək faydalıdır. Ürək və qan damar problemi olanlar üçün bir şəfa mənbəyidir. Çiyələyin tərkibində oksalat turşusu çox olduğundan böyrək və öd daşları olanlar ehtiyatla istifadə etməlidir. Uşaqlara bir dəfəyə çox qəbuluna icazə verməyin, allergiya verə bilən meyvələr qrupuna aiddir. Çiyələyin tərkibində salislatlar mədə turşuluğunu artırır. Qastrit və duodenit zamanı tam yetişmiş çiyələk yeməkdən 2 saat sonra yeyilməlidir. İkinci tip diabet xəstələri üçün çiyələk sağlam seçim hesab edilir. Çiyələk beynin funksiyasını dəstəkləyir.